Müəllimlər, mən Arzu Ələdin qızı sizə bu günləri sertifikasiya imtahanına düşə biləcək model sualları izah edəcəm. Kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın. Ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, ödənişli qruplarımızda isə strategiyamız tamam başqadır. Həftədə 4 dəfə dərs, 1 dəfə əlavə, hər gün sınaq, hər gün izah və sizinlə 2 təlimçi məşğul olur. Hər gün video izahlar, sınaqlar hamısı göndərilir. Buyurub qrupumuza qoşula bilərsiniz. Ətraflı məlumat üçün isə əlaqə saxlayın bizimlə. Gəlin keçəyin indi birinci sualımıza. Birinci sualda deyil, 5-6 yaş qrupunda olan uşaq qrup yoldaşları ilə oyun zamanı hər hansı bir oyuncağı paylaşmaq istəmədiyini bildirərək onları vurmağa və dişləməyə başlayır. Pedaqoq bu vəziyyətdə uşağın sosial-emosional inkişafını dəstəkləmək və bu davranışı aradan qaldırmaq üçün hansı pedaqoji yanaşmanı tətbiq etməlidir? Gəlin variantları bir-bir təhlil edək. Özünüz də bilirsiniz ki, müəllimlər, mənim strategiyamda belədir ki, mən bütün variantların hamısının üzərində izahlar aparıram. A variantına baxaq. Uşaqlara dərhal əxlaqi cəhətdən səhv etdiyini izah etmək və digər uşaqlardan üzr istəməsini tələb etmək. Xeyr, bu doğru deyil. Çünki biz onun aqressiyasının səbəbini öyrənməliydik. Yəni, bu doğru bir yanaşma deyil mənim üçün. A variantı səhvdir. Gəlin baxaq B variantına. B variantında uşağın aqressiyasının arxasında duran emosional səbəbləri müəyyən etmək, ona hisslərini sözlərlə ifadə etməyə kömək etmək və alternativ, konstruktiv davranış strategiyaları təklif etmək. Bir də biz belə deyək də, onun səbəblərini araşdırırıq, aqressiyanın səbəbini müəyyən etdikdən sonra ona uyğun plan hazırlayırıq. Hətta valideynlə də məsləhətləşmələr apara bilərik. Yəni, valideynə də bu haqda danışmaq olar, səbəbini valideyndən də soruşmaq olar ki, görək ki, uşaq evdə də bu cür davranır və s. Yəni, bundan sonra artıq müəllim öz addımını atacaq. Yəni, düzgün cavab burada B idi. C variantına baxaq. Deyir, uşağı dərhal qrupdan uzaqlaşdırıb tək başına sakitləşmə otağına yerləşdirmək və valideynlərə bu barədə şikayət etmək. Xeyr, valideynə şikayət etmək doğru deyil. Yəni, bu situasiyada müəllim özü vəziyyətdən necə çıxacağına bir plan hazırlamalıdır. Uşağın, belə deyək ki, aqressiyasının səbəbini özü araşdırmalıdır. Valideynlə məsləhətləşmə apara bilərik, amma şikayət etmək qətiyyən doğru deyil. Cəza vermək doğru deyil. D variantına baxaq. Bu yaşın böhran dövrü olduğunu qəbul edib uşağın aqressiv hərəkətlərinə göz yummaq və müdaxilə etmədən gözləmək. Xeyr, uşağın aqressiv davranışına göz yummaq olmaz. Çünki bunun fəsadları daha da böyüyə bilər. O, öz yoldaşlarına zərər də verə bilər. Yəni, artıq onun yoldaşları istəməyəcəklər, tək qala bilər. Yəni, bu doğru deyil. Yəni, psixologiyasını korlamış olarıq uşağın. Deməli, D doğru deyil. Y variantına baxaq. Uşağı digər uşaqların qarşısında utandıraraq bir daha bu cür hərəkət etsə, heç kimin onunla oynamayacağını sərt şəkildə bildirmək. Xeyr, bu qətiyyən doğru deyil. Bir uşağı digərinin yanında tənqid etmək, utandırmaq, danlamaq qətiyyən olmaz, cəzalandırmaq olmaz. Çünki məktəbə qədər təhsil ocağı, təlim-tərbiyə ocağıdır. Biz müəllimlər onlarla işləməyi bacarmalıyıq. Ona görə Y variantı səhv idi. Bir də cavab B idi. Keçək ikinci sualımıza. Valideynlərdən biri müəllimə yaxınlaşaraq 5-6 yaşlı uşağının bağçada yalnız oyun oynadığından şikayətlənir və ona erkən yaşda oxuyub yazma, həmçinin əzbərləmə tapşırıqlarının verilməsini tələb edir. Aha, bu valideynin tələbidir. Yaxşı. İndi deyir ki, pedaqoq erkən uşaqlıq dövrü təhsilinin elmi prinsiplərinə əsaslanaraq valideynin bu gözləntilərinə necə cavab verməlidir? Deməli, valideyn tələb edir ki, uşaq oynamaqdan yoruldu, ona tapşırıqlar ver, oxu-yazı tapşırıqları ver. Gəlin baxaq. İlk növbədə, əgər valideyn belə deyək ki, şikayətə gəlirsə, biz mütləq şəkildə səbirli davranmalıyıq. Məsələni aydınlaşdırmalıyıq. Bu bir. İndi gəlin variantları bir-bir çözək. Valideynin tələbi ilə razılaşıb uşağa məktəbə qədər hazırlıq adı altında mütəmadi olaraq yazı və əzbərləmə tapşırıqları verməyə başlamaq. Xeyr, bu doğru deyil. Hər yaşın öz xüsusiyyəti var. Hər yaşda uşağın beyninin qavrama qabiliyyəti var. Yəni, biz bilirik ki, qavrama təzləri hansılar idi? Vizual idi, gözlə, audial idi, eşidərək,
kinestetik toxunaraq, o isə oxuyub yazaraq idi. Yəni 4 dənə qavrama tərzi var idi. Amma uşağın yaşı da var axı. Məsəl üçün, tamam ki, 1-3 yaş qrupundakı bir uşağa, 3 yaşında uşağa necə məsələ misalla tapşırıqla yükləmək olar? Bu qətiyyən doğru deyil və onu beyin də qəbul eləməz. Biz valideynə başa salmalıyıq. Deməli, A variantı doğru deyildi. B-yə baxaq. Valideynə onun fikrinin məktəbə qədər təhsil standartlarına tamamilə zidd olduğunu bildirərək müzakirəni sərt şəkildə sonlandırmaq. Xeyr, biz valideynlərlə sərt danışmırıq, əslində ona izah edirik. Məsəl üçün, tamam, mən məktəbdə müəlliməm və belə deyək ki, valideyn şikayət edir ki, niyə mənim övladıma falan sualda tamam ki 4 yazmısınız, 4 bal yazmısınız. Mən aqressiv davranmıram və onun səbəbini izah edirəm ki, nəyə görə 4 yazmışam. Və beləliklə valideyn başa düşür. Yəni valideynlə aqressiv danışmaq, şikayət etmək qətiyyən müəllimə yaraşan bir hərəkət deyil. Yəni etik davranış qaydalarında nəzərə alsaq, mədəni davranış qaydası var. Yəni biz kobud danışmamalıyıq, sərt şəkildə danışmamalıyıq. C variantına baxaq. Valideynə oyunun 5-6 yaşlı uşaqların beyin inkişafı, tənqidi düşüncə və sosial bacarıqlar üçün əsas təlim vasitəsi olduğunu izah etmək, oyun əsaslı öyrənmənin faydalarını elmi dəlillərlə təqdim etmək olar. Bəli, məsələn, Jean Piaget'in nəzəriyyəsi var idi. Orada bilirsiniz ki, zehnin inkişafının mərhələləri var idi. Və həmin mərhələlərdə də Jean Piaget də qeyd eləmişdi ki, uşaqlar daha çox oynayaraq öyrənirlər. Lev Vygotsky, sosial inkişaf nəzəriyyəsi, yaxın inkişaf zonası, o da qeyd edirdi ki, uşaqlar oynayaraq daha yaxşı öyrənirlər. Məsələn, biz uşaqlara testlər tərtib edəndə Kahootda məsələn test tərtib edirik, oynayaraq daha yaxşı öyrənirlər. Həm öyrənirlər, həm də test işləyirlər. Yəni biz bunu valideynə başa salırıq ki, uşaq oynayanda hansısa oyunlarla da nəsə öyrənə bilir, beyin inkişaf edir, tənqidi düşüncəsi inkişaf edir, sosial bacarıqları inkişaf edir, yəni ünsiyyət qura bilir, qrupla işləməyi bacarır. Valideynə başa salırıq və beləliklə narazılıq aradan qalxır. Deməli, burada olacaq nə? Cavabımız C variantı. Bəs yaxşı, gəlin baxaq D variantına. D variantında deyir ki, valideynə uşağın akademik bacarıqlarını evdə inkişaf etdirməsini tövsiyə etmək və uşağın bağçada yalnız istirahət etməsinə icazə vermək. Xeyr, bu doğru bir tövsiyə deyil. Yəni akademik bacarığı evdə eləyin, bağçaya ancaq oynamağa gəlsin. Xeyr. Müəyyən yaş qrupları var ki, həmin yaş qruplarında belə də kiçik motorik bacarıqları öyrədirlər. Elə yaş qrupu var ki, orada artıq məktəbə hazırlıq qrupudur. Yazmaq öyrənirlər, uşaqlar hərflərlə tanış olurlar. Ona görə də, yəni bunu demək qətiyyən doğru deyil. Sadəcə uşağın yaşına baxırıq və həmin yaşa uyğun da valideynə tövsiyə veririk. Sonra Y variantına baxaq, şikayəti bağça rəhbərliyinə yönləndirmək və valideynlə bir daha fərdi şəkildə heç bir metodik müzakirə aparmamaq. Xeyr, şikayəti bağça rəhbərliyinə yönləndirmək düzgün bir strategiya deyil. Müəllim özü, belə deyək ki, müəllim, uşaq, valideyn üçbucağını qorumalıdır. Yəni, nə zaman bağça rəhbərliyinə şikayət eləmək olar? Çıxılmaz bir vəziyyət olarsa, şagird uşaq davranışını tənzimləmək mümkün olmadıqda, valideyn uşağı nəzarətsiz qoyduqda, yəni heç bir qaydalara əməl etmədikdə, sizin səyinizə baxmayaraq uşaqda heç bir irəliləyiş olmadıqda, onda məktəb belə də bağça rəhbərliyinə müraciət edirsiniz və ortaq bir həll axtarmağa çalışırsınız. Yəni hər belə deyək ki, xırda bir situasiya üçün rəhbərliyə yönləndirmirik valideyni. Çalışırıq ki, özümüz həll edək. Üçüncü sualımıza baxaq. Deyir, inklüziv təhsil mühitində autizm spektr pozuntusu, yəni ASP diaqnozu qoyulmuş 5 yaşlı bir uşaq qrupdakı səs-küydən və ani mühit dəyişikliklərinə həyəcanlanır, qışqıraraq qulaqlarını qapayır. Pedaqoq bu uşağın adaptasiyasını təmin etmək üçün 3 növbədə hansı addım atmalıdır? Adaptasiya nədir? Uyğunlaşma, yəni mühitə uyğunlaşmadır. İnklüziv təhsil nədir? Sağlamlıq imkanı məhdud olan uşağın digər uşaqlarla birgə təhsil almasıdır. Məsələn, amma orada da yadınızda saxlayın müəllimlər, faizə mütləq diqqət olunur. Məsəl üçün, qrupda 20 uşaq varsa, tamam ki, bunun 15 nəfəri inklüziv təhsildən ola bilməz. Çünki faiz çoxluğuna görə 15 belə deyək ki, sağlamlıq imkanı məhdud olan uşaqdır. 5 nəfər sağlam, avtomatik 5 sağlam da başlayacaq onlar kimi davranmağa. Yəni bu faizə diqqət edirlər ki, əslində sağlamlıq imkanı məhdud olanı sağlamlarla bir yerə ona görə salırlar ki, bu sağlamlıq imkanı məhdud olan uşaq
Bunlardan nəsə öyrənə bilsin, davranışında müsbət dəyişikliklər olsun. Yəni özünü cəmiyyətin bir üzvü hesab etsin. O da bir cəmiyyət üçün yararlı şəxsdir. Hər kəs cəmiyyətə lazımdır və biz bunu uşaqlara hiss elətdiririk. Mən məsəl üçün bağçada işləyəndə qrupda bir uşaq var idi. Həqiqətən o inklüziv təhsildən gəlmişdi, belə deyək. Sağlam uşaqlarla bir yerdə oxuyurdu. O uşaq bağçaya gələndə düzgün yeriməyi bacarmırdı. Qaşığı tutub yemək yeməyi belə bacarmırdı. Danışmağı heç demək olar ki, yox idi. Amma inanın ki, illər ərzində o uşaq o qədər dəyişdi ki, hətta yeriməyi də öyrəndi, danışmağı da öyrəndi, yemək, yəni normal uşaqlar kimi artıq başladı hərəkət eləməyə, onlar kimi danışmağa, düşünməyə. Amma düzdür, biraz zaman aldı. Yəni inklüziv təhsilin baxın, üstünlüyü budur. O uşaq sağlam uşaqlara baxdı və onlar kimi davranmağa başladı. İndi isə bu sualda deməli uşaq adaptasiya, yəni uyğunlaşa bilmir. Ona görə də biz müəllimlər nə etməliyik? Yəni bir-bir çözək bunları. Deməli, A. Uşağın qrup fəaliyyətlərində iştirakını tamamilə dayandırmaq və onu gün boyu yalnız fərdi otaqda saxlamaq. Xeyr, qətiyyən doğru deyil. Axı inklüziv təhsil o idi ki, sağlamlıq imkanı məhdud olan uşaq digər uşaqlarla bir yerdə olsun. Onlardan görüb götürsün və özünü formalaşdıra bilsin. Yəni özünü cəmiyyətdən təcrid olunmuş hesab etməsin. Deməli, o variantı səhvdir. Gəlin baxaq B variantına. Deyir, səs-küyə alışması üçün uşağı qəsdən daha gür səsli fəaliyyətlərin mərkəzinə yerləşdirmək. Xeyr, onda uşağın psixologiyasını daha da pozmuş olarıq. Bu qətiyyən doğru deyil. C variantına baxaq. Digər uşaqlara həmin uşaqla heç bir halda ünsiyyət qurmamağı və ona yaxınlaşmamağı tapşırmaq. Xeyr, qətiyyən olmaz. Əslində biz o uşaqlara da başa salırıq ki, o da bir insandır, onu da Allah yaradıb. Məsəl üçün, biz özümüz onun yerində olsaq necə olardıq? Yəni, uşaqlarda empatiya hissi yaradırıq. Çalışıq ki, onlar dostlaşsınlar, onu özlərindən uzaqlaşdırmasınlar. Deməli, C də səhv idi. Gəlin D-yə baxaq. D-yə də deyir ki, vizual cədvəllərdən istifadə edərək, yəni görüntülü, günün strukturunu uşağa əvvəlcədən nümayiş etdirmək, səs səviyyəsini tənzimləmək və uşaq üçün sakit bir künc, məsələn, sensor bir sığınacaq yaratmaq lazım. Çünki o hələ adaptasiya oluna bilməyibdir. Yəni, yavaş-yavaş biz onu öyrəşdirməliyik. Deməli, cavab D variantıdır. Yaxşı, gəlin baxaq Y variantına. Deyir, davranışı düzələnə qədər uşağı bağçaya qəbul etməmək və valideynə tibbi müalicə sənədi tələb etmək. Xeyr, bu doğru deyil. İnklüziv təhsil nə idi? Sağlamlıq imkanı məhdud olan uşağın digər uşaqlarla birgə təhsil almasına şərait yaratmaqdır. Yəni, buna bizim ixtiyarımız yox idi. Deməli, işte düzgün cavab D variantı idi. Bəs yaxşı, gəlin baxaq 4-cü sualımıza. 4-cü sualda məktəbə hazırlıq qrupunda müəllim uşaqların idraki inkişafını qiymətləndirərkən Jean Piaget'in zehni inkişafın mərhələləri. Müəllimlər, Jean Piaget'in zehni inkişafın mərhələləri var idi. Orada mərhələlər belə idi də, belə deyək, hissi hərəki, ilkin əməli, formal əməli, bu kimi mərhələlər var idi. İndi bunları dərsdə keçəcəyik. Deyir ki, nəzəriyyəsini rəhbər tutur. Bu yaşdakı uşaqların, belə deyək də, bu mərhələdə olduğunu nəzərə alırıq. Hansı fəaliyyət forması onların təfəkkürünə uyğun deyil? Aha, hansı uyğun deyil? Yəni, zehni inkişafın mərhələlərinə görə Jean Piaget'in nəzəriyyəsini burada yaxşı bilməlisiniz. Gəlin bir təhlil edək. Əşyaları rənginə, ölçüsünə, formasına qruplaşdırmaqla bağlı praktiki oyunlar. Bəli, bu yaşda Jean Piaget'in nəzəriyyəsində bu yaşda uşaqlar bunu edirlər. Yəni, baxçada da uşaqlar bunları öyrənirlər. B variantına baxaq. Mücərrəd riyazi formulların və simvolların köməyi ilə rəqəmsal tənliklərin yazılı şəkildə həll edilməsi. Xeyr, bunu məsəl üçün kökaltı ifadəyə aid bir tənlik eləyə bilərmi uşaq? Qətiyyən yox. Rollu oyunlar vasitəsilə müxtəlif personajların xarakterlərini canlandırmaq. Məsələn, rollu oyunlar nədir? Həkim rolunu oynaya bilər. Beləliklə, o cəmiyyətdəki peşələri təqlid etməyi bacaracaq. Bu doğrudur. A variantı doğruydu. Bizə lazımdır uyğun olmayan. Real əşyalara, məsələn, çöplər və ya kublar manipulyasiya edərək toplama və çıxma fəaliyyəti icra etmək. Manipulyasiya nədir bilirsiniz? Hansısa bir, məsəl üçün, belə deyim də manipulyasiyanı sizə. Tutalım ki, legolar alırsınız. Orada bir orada resepti olur da. Yəni, bu lego necə yığırsınız? Bir göstərişi olur, bir təlimatı olur. Manipulyasiya budur. Bu da doğrudur. Bunu eləyirlər.
Əşyaların böyüklük və kiçiklik münasibətlərini gözlə mütənasib şəkildə müqayisə etmək. Məsələn, uşaq müəllim tutur əlində bir dənə kubu, deyir hansı böyükdür, hansı kiçikdir. Yəni bunu eləyirlər. Amma eləmədikləri hansıdır? B variantıdır. Bura qədər əziz müəllimlər, bu sınaqlarımız əslində 20 dənədir. Lakin imtahana 60 sual düşür. Hər gün sizə sınaqlar paylaşacağıq. Videomuzun davamını gəlməsini istəyirsinizsə, kanalımıza abunə olun, qrupumuza qoşulmağı və sınaqları əldə etməyi unutmayın. Əlaqə nömrəmizi isə ekranda qeyd eləmişəm. Ödənişsiz qruplarımız da var. Bu nömrəyə yazmaqla siz bizim qruplara qoşula bilərsiniz.